Herkese salam. Bugün sizlere küçük bir bağlama göstereceğim. L'Oreal'dan gelmişti gördüğünüz gibi. Gelin bağlamamıza baxaq. İçerisinde neler vardır. İlk önce size göstermek istəyirəm. Baxın, belə bir invoice, məhsulların invoice'udur. Hər biri tam orijinaldır. Gördüğünüz gibi. Gelin burada belə özenlə bağlanılmış bir məhsulumuz var. Bu, herkesin çok sevdiği Maybelline Superstay 30 saate kadar kalıcı tonal kremdir. True Ivory rengidir. Ağbəniz xanımlara uyğundur. Gördüğünüz gibi. Çok yaxşıdır örtücülüyü. Yəni maskaya keçmir, paltara keçmir. Çok yaxşıdır və üzdə maska kimi qalmır. Bu məhsulu çox məsləhət görürəm. Digər göstərmək istədiyim sizə Maybelline Fit Me konsilerdir. Yəqin ki Fit Me-ni sevməyən və tanımayan yoxdur. Çox yaxşıdır örtücülüyü. Eyni ilə Nars'ın konsilerinə bənzəyir. Lakin Nars'ın konsileri çox bahadır. Bu isə çox uyğun qiymətədir. 20 nömrəsidir əldə. Məncə həm ağbəniz, həm də qarabəniz xanımlara ideal rəngdir. Daha sonra göstərmək istədiyim yenə bir tonal krem var. Baxın, bu Maybelline Fit Me-dən gördüyünüz kimi 110 nömrə Porcelain tonal kremdir. Bu normal və yağlı dərilərə uyğundur. Çox qəşəng üzü matlaşdırır. Üzdə maska kimi qalmır. Pudra effektlidir. Yəni Maybelline Fit Me-ni işlədənlər çox razıdır. Çox yaxşı tonal kremdir. Sonra sizə göstərmək istədiyim isə yenə Maybelline-in sevilən məhsullarından biri olan 01 nömrə. Bu Eraser konsilerdir. Gördüğünüz gibi çok yaxşıdır. Mənim özümdə də bundandır. Yəni qubqası da asanlıqla konsileri göz altınıza yaya bilərsiniz. Rəngi də çox yaxşıdır. Yenə qeyd edirəm. Həm ağbəniz, həm də qarabəniz xanımlara gedən bir rəngdir. Çox da yaxşı örtücülüyü var. Gəlin keçək üz yuma vasitələrinə. Burada Garnier'dən gördüğünüz kimi hyaluronik asitlə zəngin, yağlı və normal dərilər üçün həm özünüzdəki yani makyajı falan temizleyecek, üzünüzü tertemiz edecek, hem de ki gördüğünüz gibi üzde poralar varsa onları kiçildəcək. Bildiğiniz gibi pora sıxlaşdırıcı məhsullar olduqca baha olur, lakin bu məhsul çox uyğun qiymətədir və tüm cilt tipləri üçün uyğundur. Yəni siz bunu burada satılan, marketlerde satılan Garnier ilə səhv salmayın, çünkü bu Türkiyə istehsalıdır və əlbəttə ki tərkibi və qiyməti də fərqlidir. Onun belə bir nemləndiricisi də var. Gəlin içərisinə baxaq. Bu nemləndirici də qısa müddətdə çox sevildi. Belə jel teksturalıdır, çox yaxşıdır. Yəni üzünüzü yağlandırmayacaq, yəni üzünüzü yormayacaq. Çox yaxşı hopur dəriyə. Gördüyünüz kimi belə 50 millidir. Digər iki məhsulumuz isə quru dərilər üçün və kollagen istəyən dərilər üçün çox yaxşıdır. Çünki L'Oreal'dan da bu. Yenə deyirəm ki, bu məhsulları siz burada marketlərdə satılan məhsullarla səhv salmayın. Çox yaxşıdır bunların tərkibi, çox yaxşı. Yəni vəd etdiklərini edirlər. Bu botoks effektli üz yuma gelidir. Yəni üzünüzü bununla yuyursunuz, üz sanki dolur, sanki botoks olunub və lifting effekti verir. Çox yaxşı da nemləndirir üzü. Tərkibi hyaluronik asitlə zəngindir. Yaxşı bir üz yuma gelidir və eyni üz yuma gelinin kremini də alsaz daha çox razı qalmış olacaqsınız. Gəlin kremə baxaq. Kremi də belədir. O da botoks effektlidir. Yəni istəyirsinizsə ki, üzünüz lifting olunsun, çox yaxşı görünsün. Yəni bu kremdən, yəni gündüz kremindən istifadə edə bilərsiniz. Həm də tərkibində SPF 20 var. Bu da sizi günəş şüalarından qoruyacaq. Belə xanımlar, məhsullarımız bu qədərdir. Əldə etmək istəyirsinizsə yaza bilərsiniz.